Sabahınız xeyirli olsun. Məlumatlar ondan ibarətdir ki, təqsirləndirilən şəxs Ermənistan vətəndaşı Ruben Vardanyanın barəsində olan cinayət işi üzrə açıq keçirilən məhkəmə prosesi bir neçə dəqiqədən sonra Bakı məhkəmə kompleksində başlayacaq və növbəti baxış iclası keçiriləcək. Təqsirləndirilən şəxs Ermənistan vətəndaşı Ruben Vardanyan bir neçə dəqiqə bundan əvvəl prosesin keçirildiyi Bakı məhkəmə kompleksinin inzibati binasına gətirildi. Onun vəkili də artıq buradadır. Qeyd edək ki, Ruben Vardanyanın hüquqlarını özünün istəyinə uyğun olaraq dövlət hesabına ona ayrılmış vəkil müdafiə edir. Çünki o bir neçə iclas bundan əvvəl özünün seçdiyi vəkilindən imtina etmişdi. Qeyd edək ki, hal-hazırda zərərçəkmişlərin qeydiyyatı aparılıb. Bugünkü iclasda da çox sayılı zərərçəkmişlər və zərərçəkmişlərin hüquqi varisləri iştirak edirlər. Onlar məhkəmə prosesində həm də ifadə verəcəklər. Ümumiyyətlə, məhkəmə istintaqı hal-hazırda zərərçəkmişlərin ifadə verməsi ilə davam edir. Eyni zamanda məhkəmə iclasında iş üzrə keçən çox sayılı sənədlər, sübutlar var ki, onlar da məhkəmə prosesində tədqiq olunur, nümayiş etdirilir və araşdırılır. Açıq keçən məhkəmə iclası ilə bağlı biz xəbərlərin növbəti buraxılışında daha geniş məlumatlar verməyə çalışacağıq. Onda qeyd edək ki, Ruben Vardanyan Azərbaycan və xalqımıza qarşı çoxsaylı cinayətlər törətməkdə təqsirli bilinir. Ona qarşı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin sülh və insanlıq əleyhinə cinayətlər, müharibə cinayətləri, terrorçuluğun maliyyələşdirilməsi, muzluluq və digər maddələri ilə ittiham irəli sürülür. Bizim hələlik Bakı məhkəmə kompleksindən bu saata çatdıracaqlarımız bu qədər deyərək sözü yenidən mərkəzə, studiya ötürürük.